Günlərin bir günü mənim ürəyim yavaş-yavaş vurmağa başlayanda birdən yadıma birisi nə düşdü. Yadıma düşdü ki, bizi bağçada, biz uşaq olanda, Sovet dövründə düzürdülər sıraya, bax qaşıqla balıq yağı verirdilər. Niyə? O vitamin D-si Aha, olsun aha, aha. deyə uşaqların. Biz də belə xoşlamır, sonra bir balaca çörək də verirdilər ki, ürəyimiz bulanmasın. O növbə yadıma gəlir. Onu hər il eləyirdilər, bilmirəm, neçə aydan bir eləyirdilər. O səhnə mənim gözümün qabağındadır. Mən bunu xatırladım, birdən kövrəldim. Kövrəldim, boğazıma qədər gəldi o kövrəkli hissi, qəhərləndim ki, mənim qayğıma qalıblar ha. İndi də kövrəldiniz. Hə. Mənim qayğıma qalıblar ha. Və mən dəhşətə gəldim ki, mənim ürəyim belə imiş. Mən illərlə bunu yada salmırdım. Amma o təşəkkür içəridə basılıb qalıb növbəsini gözləyirmiş. Neçə illərdən sonra, Hə. yaşlaşandan sonra. İndi sən təsəvvür və anava, atava bir dənə qaşıqla bir balıq yağı veriblər. Nə qədər sən təşəkkür borcu yığılıb qalıbdır. Qətl eləyər səni bu təşəkkür bir gün oyananda, altıvı üstüvə çevirər. Sən zarafat edirsən bu ilə. Sən ürəyinlə zarafat edirsən. Allah bizi bununla xəbərdarlıq edir ki, sizin ürəyiniz aylar sizi cəhənnəmin dibinə soxar.